Allah xeyir versin. Tam yol kənarında. Razindən Qaraçukura gedən yolun üstü. Marşrut xəttinin üstü, yolu ətrafını çəkirəm dostlar. 33 metr yol boyu uzunluğudur, 49 metrdə iç dərinliyidir torpağımızın. İçində villası da var, Padmayak villa. Burada dostlar, belə deyim də, obyekt tikmək, yol boyu hamısı obyektlərdir, apartman tikiblər. Burada kim istəsə, yəni apartman, hündür mərtəbəli binalar, obyektlər tikmək mümkündür. Sizin üçün çox gözəl, xüsusi bir təkliflə gəlmişim. İndi isə dostlar, daxilini təqdim edəcəm. Torpağımıza baxın, Razin, Qaraçukur yolun üstü. Qiymət də münasib 16 sot. Yol boyu dediyim kimi 33 metr, 33.5 metr, yəni 30 metrdən artıq. 33 metrdən artıq uzunu var, yol boyu, pad obyekt. Yəni obyekt tikmək üçün əla bir variant təşkil edir. Ya Allah, başlayaq. Dostlar, bura torpağımızın, belə deyim də, daxili ilə tanış edirəm sizi inşallah. Belə bir ev sahibi villada tikir. İkinci mərtəbə təmirsizdir, birinci mərtəbədə müəyyən işlər qisməndə, yəni işlər görülür. Eyni uzunu görürsə, yəni rahat burada apartman tikmək, obyektlər tikmək, şəxsi villa kim istəsə, yəni çox super bir yerdir, yerləşmə yeri. Dediyim kimi, Razin, Qaraçukur yolun üstüdür. Bakıxanovdan Qaraçukura gedən yolun üstündədir. Yerləşmə yeri əvəz olunmazdır. Belə bir villa tikir ev sahibi, yəni iş yarımçıq qalıb, dediyim kimi, müəyyən işlər görülür birinci mərtəbədə. Padmayakda belə deyim. Evin arxası da var, arxasında da xeyli ərazisi var. Burada meyvə ağaçları var. Yəni şəxsi villa tikmək üçün əla yerdir, obyekt üçün, apartman binalar, hündür mərtəbəli bina tikmək üçün əvəz olunmaz bir yerdir. Qiymət də münasibdir, dəyərli izləyicilərim. Sənəd tam qaydasında 16 sot, deməli 14 sotun, 12 sotun çıxarışı var. Paket qupçadır. Evin də torpağında qupçası var. Kim istəsə evi, yəni işlərini davam edib, yəni hazır evdir. Qismən müəyyən işlər görülməlidir. Yəni evin işlərini davam edib, köçüb yaşaya da bilər. Kim istəsə yəni evi tamamlasın, qarşısına obyekt kimi də düzəldib, icariyə verə bilər. Tam yolun kənarı dostlar. Yəni bu yerlərdə bu cür torpaq təsadüfi olan bir şeydir. Yəni Razin, Qaraçukur yolun üstü, bu ərazidə yaşayan izləyicilərimiz bilir. Hamısı obyektlərdir, villalarda, evlərdir. Yəni burada 16 sot satışa çıxan torpaq bu təsadüfi olan bir şeydir. Yəni burada heç bir sot belə torpaq tapmaq mümkün deyil. 16 sot sizə torpaq təklif edirəm dostlar. Qiymət haqqında dəyərli izləyicilər məlumat verəcəm, şəxsidə yazın, qiymət haqqında məlumat verəcəm. Qiymət çox münasibdir. Paket qupçalı, villa, torpaq qarşısında istəyirsiniz obyekt edin, istəyirsiniz ev kimi tikin, düzəldin, yaradın, xeyirli uğurlu olsun dostlar. Qiymət haqqında məlumat verəcəm. Xüsusi bir dənə qiymətdir, çox münasib, əraziyə görə, yəni ərazidə yaşayanlar bilir. Elə bir dənə qiymətdir ki, o ərazidə, o qiymətə torpaq yoxdur. Dostlar, nömrəmiz səhifədə var, inşallah əlaqə saxlayın, qiymət haqqında sizə məlumat verəcəm. Sağ olun, var olun.